Salam, kanalıma xoş gəldiniz. Süngər kimi yumuşaq, çox ləzzətli cupcake resepti bölüşürəm sizlərlə. Siz də mütləq bu reseptlə hazırlayın, nuş edin. 4 ədəd yumurtanın üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Mikserlə ağarıb həcmi artana qədər, köpürənə qədər qarışdırıram. Yumurta ilə şəkər tozu bu hala gəldikdən sonra içərisinə yarım stəkan duru yağ əlavə edirəm. 1 stəkan süd, 3 yemək qaşığı kakao, 3 stəkan ələnmiş un əlavə edirəm. 1 dolu çay qaşığı qabartma tozu, yarım çay qaşığı şəkərli vanil əlavə edib qarışdırıram. Çox bərk qarışdırmıram, gördüyünüz kimi biraz yavaş qarışdırıram ki, içərisindəki havası çox sönməsin. Və budur, xəmirim artıq hazırdır. Öncədən hazırladığım keks qablarının içərisinə təxminən hər bir qabın içərisinə 4 yemək qaşığı qədər xəmirdən əlavə etdim. Üzərinə zövqə görə xırda doğranmış fındıq əlavə edirəm və 180 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Və kekslərimiz artıq bişdilər, hazırdılar. Həm görünüşü ilə, həm dadı ilə çox gözəl alındılar. Keksin birini də götürüb sizlərə göstərirəm. Görürsünüz, çox yaxşı qabarıb, həm də ki, çox yumuşaqdır. Əlimlə bölüb içərisini də sizə göstərirəm. Görürsünüz, süngər kimi qabarıb, içərisi də çox nəmli, çox yumuşaqdır. Ən ideal kakaolu keks reseptidir bu. Siz də mütləq hazırlayıb nuş edin, çox ləzzətli alınır. Bəzilərinin içərisini zövqə görə belə şokolad yağı ilə doldururam biraz. Zövqə görədir, istəsəniz sadə, istəsəniz də belə şokolad yağı ilə içərisini doldurub nuş edə bilərsiniz. Hər iki halda da çox ləzzətli alınır. Videomu bura qədər izlədinizsə, şərhlər bölməsində əməyə hörmət olaraq fikirlərinizi, suallarınızı, qısa da olsa bir şərh yazmağınızı istəyirəm, dəyərli izləyicilər. Bugünlük məndən bu qədər olsun. Yeni, fərqli video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.